Herkese salam. Bugün 6-cı sinif riyaziyyat 2-ci hissədən səhifə 34, 35 və 36-nın izahına baxacağıq. Uşaqlar, burada əvvəlcə mövzunu bilsəniz də yenə verdiyim izaha baxın. Çünki burada sizin bilmədiyiniz bəzi şeylər ola bilər və yaxud da ki, buradakılardan sual versəm, onu bilməyə bilərsiniz. Ona görə də burada qulaq asmanızı xahiş edirəm. Mövzumuz dəyişənli ifadələrin sadələşdirilməsidir. Əslində çox asan bir mövzudur. Buradakı ilə sizə misal göstərim. Baxın, burada bizə veribdir 2x plus -5x plus 1. Baxın, burada x-lar 1 veribdir. İfadəni isə, yəni əmsalı isə ayrı veribdir. Çünki əmsal bu ifadənin içinə daxil deyil. İfadəni tapdıqda biz yəni dəyişənləri eyni olan ifadələri bir toplayıb çıxırıq. Dəyişənləri olmayan ifadələri isə bir toplayıb çıxırıq. Məsələn, sizə deyim. Burada məsələn yazıram 2 plus 3. Bu neçə eləyir? 5. Siz bunu topladıqda nə edərsiniz? 2-nin üstünə 3-ü gəldiniz. Bunların yəni ki, hər birinin heç birinin dəyişəni yoxdur. Yəni bunlar bərabər olduğu üçün eləyə bilirsiniz. Amma siz 2-nin üstünə 3x-i gələ bilərsiniz. Burada siz deyə bilməzsiniz 5 və ya 5x. Axı bu yanlış olar. Ona görə bu ifadəni sadələşdirmək olmur. Və bu olduğu kimi qalır. Bərabər işarəsi qoyulmur. Bu bir ifadə kimi qalır. Siz əgər bunu sadələşdirə bilirsinizsə, yəni ki, yaza bilirsinizsə 2x plus 3x. Biz bunu sadələşdirə bilirik. Niyə? Çünki hər birinin dəyişənləri var və dəyişənlər bir-birinə bərabərdir. Bunu etdikdə cavabımız dəyişəni qoyuruq kənara və yerdə qalır əmsallar 2 və 3. Əmsalları toplayırıq 5. Cavabımız nə oldu? 5x. Yəni bu mövzuda onun kimidir. Biz 2x-in üstünə 3x-i gəldik və 5x aldıq. Deməli, nə edirik biz bunu? İslah etdik. Bundan cavabımızın 5x olmağı, bunu islah etmək deməkdir. Yəni, sadələşdirməkdir. Burada da bayaqki misala qayıdaq. 2x-in üstünə -5x gəlib, üstünə 1 gəlirik. 1-i qoyduq kənara. Niyə dedik 1-in axı 1 ilə 2x-i biz toplaya bilmirik, 3x-i toplaya bilmirik. Burada baxın 2x, bir dənə müsbət 2x var və 5 dənə mənfimiz var. 2 dənə müsbət, 5 dənə mənfi. Müsbət və mənfi getdi, müsbət və mənfi getdi. Yerdə nə qaldı? 3 dənə mənfi. Deməli, bizim buradan cavabımız nə oldu? -3x. Bir də bu plus 1-i yaddan çıxartmırıq. Üstə gəlsin 1. Cavabımız nə oldu? -3x plus 1. Bu ifadə. Artıq bunu biz islah edə bilmirik. Niyə? Demişdik, birinin dəyişəni var, birinin yoxdur. Bu zaman bu ifadə islah olunmur. İndi isə çalışmalara baxaq. Birinci çalışmada nə deyir? Oxşar toplananları tapın. Yəni burada sizə deyir ki, ya dəyişənləri eyni olan tapın, ya da dəyişəni olmayanları tapın. Baxın, burada baxdıqda nə görürük? 2x, bir də 5x. Cavabımız nə oldu? 2x və 5x. Bunları islah etməyi soruşmur ki? Yox. Burada cavabımız olur. -e və müsbət e. Bu hissəyə baxdıqda -2a, 7a. Unutmayın, əgər ki sizə -x üstə gələk y desə, bunu islah edə bilmərik. Bunu 0 yaza bilmərik. Niyə? Çünki dəyişənləri fərqlidir. Dəyişənləri fərqli olarsa, bunlar islah olunmur. Burada isə -b və -b'dir. Bu hissəyə baxdıqda -3d və 4d. Artıq bu 3c-ni götürmürük. Niyə? Çünki onun dəyişəni başqadır, fərqlidir. 5k, 4k. Bu hissəyə baxdıqda -5n, müsbət 7n, 2x və 3x. Y-i götürmürük. Niyə? Dəyişənlər fərqlidir və yaxud da -3 götürmürük. Deyir, təsvirdən istifadə etməklə cəmi tapın. Təsvir olduqda işimiz daha asan olur. Baxın, amma burada bu şəkildə eləyə bilmərik. Niyə? Hamısı mənfidir.
Əgər biz bunları yuxarıdakı kimi bu şəkildə bir-birindən çıxarmaq istədikdə, gərək biri müsbət, biri mənfi ola. Burada cavabımız 5 dənə mənfidir. Cavabımız mənfi 5x olur. Bu hissəyə baxdıqda, burada bu və bu gedir, qalır mənfi x. Bu hissədə, bu biraz uzundur, hə? Baxın, getdi, 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 getdi. Qaldı nə? Müsbət 2x. Müsbəti yazmasaz olar. 2x yazsanız da cavabımız doğrudur. Biz nə demişdik? Əgər ki 2 müsbət ədədlər cümlənin və ya ifadənin və ya mötərizənin əvvəlində gələrsə, qarşısında müsbət işarəsi qoyulmasa da olar. Üçüncüyə baxaq. Oxşar toplananları islah edin. Məsələn, biz nə edirik indi? 5C və 8C. Nə dedik? Şeyləri qırağa qoyduq. C-ni yazdıq bura. 5-dən 8 çıxanda mənfi 3. Cavabımız mənfi 3C. X-lar qırağa qoyduq. Mənfi 4-dən mənfi 3. Mənfi 7-ni verdi bizə. Bu hissədə n getdi. 6-dan 14-ü çıxdıqda bizim cavabımız mənfi 8 edir. Üstünə də müsbət n gəldikdə mənfi 7 eləyir. Bu hissədə y getdi. 3-dən 2-ni çıxdıqda 1, 1-dən 4-ü çıxdıqda mənfi 3y. Bu hissədə a-ları kənara qoyuruq. Mənfi qalır burada mənfi. Biz onu a-nı kənara qoyduqda biz nə demişdik ki, əgər bir ifadənin qarşısında, məsələn 8a-nın əmsalı nədir? 8. Bundan əvvəlki dərsimizdə izahını vermişdim. Əgər bir ifadənin qarşısında heç nə yoxdursa, onun əmsalı neçəyə bərabər idi? 1-ə bərabər idi. Niyə? Mənfi a dedikdə biz bir dənə a-nı götürürük də. Ona görə bunun əmsalı 1-dir. Biz axı mənfi 1a yazmırıq. Bir dənə olduqda 1-i yazmasaq da olar demişdik. Ona görə də mənfi 1 plus 8 çıxılsın 7 eləyir. Bu da bizim cavabımız 0-a gətirər çıxardır. 0a yazmaqdansa 0 yazmaq daha doğrudur. Çünki biz 0a dedikdə a neçədirsə qiyməti onu 0-a vururuq. Zaten hansısa bir ədədi 0-a vurduqda cavabımız 0 olduğu üçün birbaşa 0 yazmaq daha düzgün olar. Burada k-lar qırağa gedir. K-ları yazırıq. 7-nin üstünə 2, 9, 9-un üstünə 2, 11k. Bu hissədə x-ları qırağa qoyduqda artıq burada baxın, x-lardan başqa bir ədəd də var. Və bu ədəd müsbət ədəddir. İşarəsilə birlikdə götürürük. Mənfi x-in üstünə 2x gəlsin, x üstə gəlsin 3. Bunu islah etdikdə bu şəkildə olur. Dəyişənləri islah edə bilmirik. Mənfi 5-i 1 götürürük. B-dən mənfi 3b-ni çıxanda mənfi 2b çıxılsın 5 eləyir. İndi bu hissədə baxaq. Mənfi 2-ni çıxardırıq aradan. 2-dən mənfi 5-i çıxdıqda mənfi 3, üstünə m gəldikdə mənfi 2m çıxılsın 2. Bu hissədə isə artıq bu tapşırığı yerinizdə özünüzün yerinə yetirməyini üçün sizə 5 saniyə vaxt verəcəm və özünüz yerinə yetirdikdən sonra izaha baxıb cavabınızın doğru və ya yanlış olduğunu şərh bölmələrində qeyd edərsiniz. İndi baxaq. Burada artıq hər birinin işarələri eynidir. Yəni bu asan sualdır. Hər birinin işarələri eyni olduqda n-i yazırıq qırağa, qalanları normal ədəd kimi toplayıb çıxırıq da. Sanki bunlar getdi. Yoxdurlar görünür qalanında. İfadəmiz onlar olmayanda nə olur ifadə? Gəlin bu ifadəni yazaq. 8 çıxılsın 2 çıxılsın 10 üstə gəlsin 5. 8-dən 2 çıxdıqda 6. 6-dan 10 çıxdıqda mənfi 4. Mənfi 4-ün üstünə 5 gəldikdə müsbət eləyir. 1 qalır. İşarəsi də n. Biz demişdik ki, biri və ya müsbət işarəsini yazmırıq. Elə cavabımız m yox n. Cavabımız n olur. İndi
Baxaq 4-cü tapşırığa deyir. Oxşar toplananları islah edin. 3-cü tapşırıqla eynidir. Ona görə də bunun izahını verməyə ehtiyac yoxdur deyə düşünürəm. Digər tapşırığa əsasən özünüz işləməlisiniz bunu. Və 5-ci tapşırığa keçmədən əvvəl kanalıma abunə olub videoya da like atmağı unutmayın. 5-ci tapşırıqda deyir, boş xanaya elə ədəd tapın ki, bərabərlik dəyişənin istənilən qiymətində doğru olsun. Maraqlı bir sual. Baxın, bizə deyir ki, cavabımız 8n çıxmalıdır. Əvvəlcə biz bu hissəni qoyduq qırağa. 3n-in üstünə 9n cəhətini necə eləyir? 12n. 12n. Deməli, bura mənfi olmalıdır. 8n-dən 12n çıxdıqda mənfi 4. Cavabımız mənfi 4-dür. Bu hissəyə baxdıqda mənfi 2-nin üstünə x gəldikdə bizə eləyir mənfi 1x. Mənfi 5x-dan mənfi 1x çıxdıqda neçə eləyir? Mənfi uşaqlar hesablayın neçə eləyir? Yəni bu belə yazılır. Belə düşünüb mənfi 6 deyənlər var. Amma bu səhvdir. Bunun yazılışı belə olur. Buradakı bu mənfi ilə bu mənfilər bir-birinə dəyər müsbət olur. Yəni mənfi 5 plus 1 sizə mənfi 4-ü verir. Bu hissədə cavabımız mənfi 4 olur. Bu tərəfdə isə deməli burada artıq biz cavabı yazacağıq. M-dən 4m çıxdıqda mənfi 3m, mənfi 3m-dən də m çıxdıqda mənfi 4. Hansı 4 çıxır? C-nin üstünə 5c gəldikdə 6c. 6c-dən neçə c çıxdıqda mənfi c eləyir. Biz 6c-dən mənfi c-ni çıxırıq. Mənfi 5. Yox. Bir dəqiqə. Biz mənfi 5 yox, mənfi 7 yazmalıyıq. Çünki 6c-nin mənfi c-ni çıxdıqda mənfi c artıq dedik müsbətə çevrilir. O mənfilər bir-birinə dəyər. Eləyir 7. Bu hissədə deyir, indi burada bizə avtomatik cavabı veribdir və biz y-i tapmalıyıq. Çünki t-ni özü veribdir. Yəni t-yə fikir verməyin. Sizə deyir 4y eləməlidir. 6y-dən, yox 4y-dən 6y çıxdıqda neçə eləyir? Mənfi 2. Cavabımız oldu mənfi 2. Bu hissədə isə m-i artıq özü veribdir. 9m olmalıdır. Burada bir dənə m var. Burada deməli 8m-dir. M-ləri artıq qırağa atdıq. N-dən mənfi 7n çıxdıqda da mənfi 6n eləyir. Deyir 6-cı sualda sadələşdirin və dəyişənin verilmiş qiymətində ifadənin qiymətini hesablayın. Baxın, 3x-dan 23x çıxdıqda mənfi 20. Mənfi 20-ni də 17-yə vurduqda 340 eləyir. Bu mənfiyə dəyər müsbətə çevrilir. Bu hissəyə baxdıqda 6a-dan mənfi 8a-nı çıxdıqda eləyir mənfi 2. Mənfi 2-dən mənfi 8, mənfi 10 eləyir. Bu da vurduqda mənfi 130-a gəlir. Bu hissəyə baxdıqda mənfidir hamısı. Baxın, bu 3-lə bu gedir, qalır mənfi 6. Mənfi 6-nı da 15-ə vurduqda mənfi 90 eləyir. Bu hissəyə baxaq. Burada mənfi artıq x, y söhbəti var. Y bir dənə 7y-dir. O da bizə 21-i verir. Zaten müsbət 21-i verir bizə. Və qalır 13x plus 8x çıxılsın 20x. Bunların cəmi 21x. Çıxılsın 20x-dir. Bu da bizə x-i verir, yəni 17. Bu ifadəni də bir daha islah edə bilərik. Bunu etdiyimizdə islah eləyir. İslah etdikdə bu bizə 38-ə bərabər olur. Səhifə 36-da ifadələrin sadələşdirilməsidir. Burada daha çox paylama xəstəsi verilib. Ümid eləyirəm paylama xəstəsini bilirsiniz. Əgər bilmirsinizsə, yenidən izahını sizə verim. Baxın, biz əvvəlcə bərabərliyin bu tərəfinə baxaq. Burada paylama xəstəsini tapdıqda siz əgər dəyişən deyilsə, buranın cavabını tapıb da 3-ə vura bilərsiniz. Və yaxud da paylama ilə eləyə bilərsiniz. Paylama ilə etdikdə necə olur? 3-ü vurursunuz 2c-yə, 6c çıxılsın
niyə çıxılsın deyirəm? Bu müsbətdir, bu da mənfidir. Müsbət mənfiyə dəyəndə nə olurdu? Mənfi olurdu. 3-ü də 5-ə vurduqda 15. İfadəni sadələşdirdikdə bu olur. Digər tərəfi də ona görə tapa bilərsiniz. Deyir sadələşdirin. Sadələşdirdikdə artıq burada neçə tapşırıqdır? 3, 4. 8 dənə tapşırıqdır. 4-ünə özüm baxacağam. 4-ünə də siz baxarsınız. Deməli, bu hissədə sadələşdirdikdə artıq nə edirik biz bunu? Bu hissəni atdıq kənara. 4x olduğu kimi qalır. Mənfi 5-i x-a vurduqda. Mənfi 5x plus 4x var idi burada. Plus 10 eləyir. O da sizə mənfi x üstəgəlsin 10 deməkdir. Burada isə 12 çıxılsın 3x çıxılsın 5x. Bu hissəni bir dəfə islah etdikdə mənfi 8x deyə bilərik. 12 çıx 8x. Bu hissəyə baxdıqda bu tapşırıqda sizə bir şey deyəcəm. Bu hissəyə baxdıqda 2x çıxılsın 10. Baxın, burada da var. Mötəzənin qarşısındakı işarə mənfi olduqda, mötəzənin içərisindəki ədədlərin işarəsi tərsinə dəyişir. Əgər mötəzənin qarşısındakı işarə müsbət olarsa, bu zaman işarələrin heç biri dəyişmir. Burada mənfi olduğu üçün x müsbətdir. Mənfi x olur. Bu mənfidir, müsbət 3-ə olur. Burada da eyni şəkildə bu müsbətdir, mənfiyə çevrilir. Mənfi 7, bu mənfidir, müsbətə çevrilir. Burada mənfi 6-nı vururuq. Mənfi 6-nı x-ə vurduqda mənfi 6x üstəgəlsin 6 deməkdir bu. Bu şəkildə digər tapşırıqlara özünüz baxa bilərsiniz. Burada bu tərəfə biz baxdıq. 8-ci tapşırıqda da yenə eyni şəkildədir. Biz bunu sadələşdirəcəyik. Baxın, 3x çıxılsın 6. Buranı tapdıq bu şəkildə. Sonra mənfi 5x üstəgəlsin 8 dedik. 3x ilə mənfi 5 sizə mənfi 2x verir. Mənfi 6 ilə müsbət 8 sizə müsbət 2-ni verir. Əgər x-imiz mənfi 4 olarsa, mənfi 4-ü mənfi 2-yə vurduqda müsbət 8. Burada da 2 var idi. Cavabımız 10 eləyir. Bu hissəyə baxdıqda görə bilirsiniz, yoxsa qaraya çevirin. 2a işarə, baxın, yəni heç nə dəyişmir. Müsbətdir. Yəni 2-nin işarəsi müsbət olduğu üçün heç nə dəyişmir. Sadəcə vururuq. Çıxılsın 8b dedik. Bu hissədə isə işarə mənfidir. Hər şey əksinə dəyişir. Mənfi 5a üstəgəlsin b dedik. Burada mənfi 8b və müsbət b, mənfi 7 b-ni verir bizə. Burada 2a və mənfi 5a mənfi 3a-nı verir. A mənfi 2-dirsə 6, b 3-dürsə çıxılsın 21 deməkdir. Bu da bizə 6-dan 21 çıxdıqda 6 çıxılsın 21 dedikdə nə edirik? Böyükdən kiçik çıxırıq 15 və böyüyün işarəsini qoyuruq. Yəni mənfini. Cavabımız mənfi 15 edir. C variantına baxaq. Deməli, nə edirik? Burada çıxmadı. Artıq mötəzənin qarşısında bunu 1 hesablayırıq. Burada çıxma olduğu üçün mənfi 4m olur. Üstəgəlsin 2d olur. Bu üstəgəl 2d ilə mənfi 2d qalır, gedir, m qalır. M-dən 4m çıxdıqda mənfi 3m verir sizə. İndi 9, 10, 11, 12 məsələdir. Məsələlərə baxaq, məsələ işləyək. Şəkildə verilənlərə görə düzbucaqlının perimetrini hesablamaq üçün ifadə yazın və deyir onu sadələşdirin. Düzbucaqlının perimetri demişdik ki 2 vurulsun 6 çıxılsın a. Sonra üstünə gəlinsin bunun 2 vurulsun 2a plus 3 plus 3'dür. 2'ni 6 çıxılsın a'ya vurduqda 12 çıxılsın 2a deyə bilərik də bunu. Burada da 2'ni 2a'ya vurduqda 4a üstəgəlsin 3 deyirik buna. Burada 4a ilə mənfi 2 ixtisar edir. Qalır 2a
12 ilə də 3 toplanır. 15. 2A plus 15. İfadəmiz o oldu. Və digər düzbucaqlının perimetri 24 vaid olarsa, biz bayaqçından nə tapmışdıq? 2A plus 15. Burada nəsə səhv getdi uşaqlar. 1 dəqiqə. Sahəsi nə qədərdir? Bir də baxaq tapşırığa. Baxın. Bura 2A plus 3'dür. 6 çıxılsın A'dır. Buradan 2A plus 3'dən bu mənfi A'nı sildikdə və bu mənfi A'nı sildikdə burada sizə eləcə A qalır. Bu mənfidə qalır burada sizə 6. Burada da qalır 6. Burada da qalır 3, yenə 6. Bir də 2 dənə A. Yəni sizə 18 plus 2A deməkdir. Və ya 15 tapmışdıq, səhv tapmışdıq. Bir dənə 3'ü yemişik. 18 plus 2A dedik. 24 vahid olarsa, bu sizə 24 desə, perimetrini tapmışdıq deyə. 24-dən 18-i çıxdıqda biz eləyir 6. 6-nı da 2A'ya böldükdə 3 düşür. Bunun sahəsini hesablat edikdə A 3'ə bərabər olarsa, bu hissəsinə 3, bura 3, burada 3 olarsa A 9 eləyir. 3'ü də 9'a vursan 27. Sahəsi 27'yə bərabər imiş. 10-cu tapşırığa baxaq. Alma şirəsi A manatdır. Nar şirəsi bunun 2 qatından B manatdır. Nar şirəsi alma şirəsindən nə qədər bahadır? Deyir alma A manatdır. Yuxarıdan yazım. Alma A manatdır. Nar bunun 2 qatından, yəni 2A plus B deməkdir. Nə qədər bahadır? 2A'dan A'nı çıxdıqda A plus B qədər bahaymış. Deyir ki, Aynur 3 alma və 2 nar şirəsi aldı. Onun ödədiyi pula uyğun ifadə yazın. Alma A manatıymış. Yəni 3A üstə gəlsin. A'dan 2 qat çox dedikdə 2A plus B deyirik. 3A plus 2A plus B. Yox. Hə. Bir dəqiqə 4A olmalıdır burada. 4A plus 2B. Niyə? Çünki axı dedik 2-dən alıbdı ondan. İndi A 1.70 və 30 olarsa aynı nə qədər pul ödədi. Biz nə dedik bayaq? 1.70 və 30 qəpikdir. 2A'dır. Yox, 3A. 3A'dır və 4A üstə gəlsin 2 dənə B'dir. Deməli 3A'mız və 4A'mız var. Biz bunların hamısını cəmi birləşdirikdə 7A plus B-ni almırıq. B'nin yerinə 7A plus 0,3 yaza bilərik. 7A'da 1.70'ə vurduqda 1,7'ni 7'yə vururuq. 49, 4 yadda. 11 manat 9 qəpik. Üstünə də 0,3 gəldikdə 12 manat 20 qəpik eləyir bu bizə. 11-ci tapşırığa baxaq. Şəklin çərçivəsinin eni 1,5 olan 1,5 sm olan taxtadan hazırlandı. Yəni bunun çərçivəsinin uzun tərəfi nəymiş? Qalanlığı nəymiş? 1,5 sm. Samir ölçüləri x sm və 9 sm olan bu şəkli çərçivəyə aldı. Yəni uzunluğu x imiş, eni 9 sm imiş. Çərçivənin sayısını hesablamaq üçün ifadə yazın və sadələşdirin bunu. Çərçivənin tapdıqda nə edirik biz? Əvvəlcə 1,5'i 1,5'ə vururuq. Bu sizə 15 vurulsun 15 deməkdir. 15'i 15'ə vurduqda, burada qısa bir şəkildə vuraq. 15 vurulsun 15. 5 dəfə bunu vurduqda, 5'i vurduqda 75 eləyir sizə. Burada 5, 1, 5, 2, 2. 2 tam %25 tapdıq.
2 tam %25'den siz çıxırsınız 9x-i. Yox. Bir şey səhv etdik. Çünki siz bunun kalınlığını tapdıqda əvvəlcə buranı hesablayırsınız və bunun uzunluğu x santimetrdir. Yəni 1,5x-in üstünə gəlirsiniz. Buranı da hesablamalısınız deyə. Buranın da uzunluğu 9 santimetrdir. 1,5 9. Burasını 9 deyirsiniz. Hərsindən 2-dən olduğu üçün 3x plus 3'ü 9'a vurduqda 27'dir. 3x plus 27 tapdıq. İfadəni yazdıq və sadələşdirdik. Çərçivənin sayısı 81 olarsa şəklin uzunluğu neçə santimetrdir? Yəni bizə x-i deyir. Neçə tapmışdıq? 3x plus 27. 81'dən 27'ni çıxdıqda. Burada 81'dən 27'ni çıxdıqda 11'dən 7 4. Burada qalır 5. 54. 54 deməli nəymiş? Şəkil imiş. Deyir ki, onun sayısını tapdıqda deyir. 54'ü də x-i istəyir bizdən. Şəklin uzunluğu 54 də 9'a bölürsünüz. 6. Deməli x 6'ya bərabərmiş. 12-ci tapşırığa baxaq. Taksidə adi saatlarda gediş haqqı 1 manat və hər kilometrə görə 30 qəpikdə əlavə edilir. Qələbəlik saatlarında isə gediş haqqı ilkin olaraq, yəni başda 1 manat 50 qəpikdir. Hər kilometrə görəndə 50 qəpik də əlavə hesablanır. Qət edilən məsafə d kilometr olduğuna görə qələbə saatlarında gediş haqqı adi saatlardakı gediş haqqından nə qədər çox olar? Deməli, gediş əlavəsi isə d qədər gedibdir. Qələbə saatlarında 1,5'i zaten avtomatik ilkin olaraq ödəyirik. Və d də gedibdirsə, bunun üstünə gəlirsən 0,5 d-ni. Və adi saatlarda da 1 manat ödəyir, birin üstünə gəlirsiniz 0,3 d-ni. Deməli, bu sizə 0,5 50 qəpik, yəni üstünə gəlsin 0,2 d deməkdir. Yəni nə qədər çox olmuş? 50 qəpik üstə gəlsin 0,2 d. Yəni 20 qəpik vurulsun d. Uşaqlar, bu şəkildə izahımız belə idi. Ümid eləyirəm ki, videom xoşunuza gəldi. Gələn videoda görüşənədək.